28 May bizim müstəqillik günüdür. 28 May 1918-ci ildə Azərbaycan Demokratiya Respublikası yaranmışdı. 1917-də Çar Rusiyasını aşırdılar bolşeviklər, kəndçi fəhlə sinifi o Nikolay Çarı aşırdılar və gəldilər hakimiyyətə. Hakimiyyətə gəldi. Demək olar ki, bir bandit Çar rejimini, Rus imperiyasının o faşist rejimini aşırdılar. Gəldilər komünistlər, banditlər, faşistlər eyni. Yəni biz 18-ci ildə elan olunmuşdu müstəqil Azərbaycan müstəqillik və 2 il qoymadılar, imkan vermədilər. Bax bu acından ölən qondarma o düzgün, təmiz insanlar, hansı ki kəndçi fəhlə sinifindən. Yəni bütün dünyaya göstərdilər ki, baxın biz oğruları, banditləri aşırdıq, xalqın talançılarıdırlar. Amma gəldilər, neynədilər? Özləri talancı oldular. Özləri təkrar elədilər. Xoşlarına gəldi, hakimiyyətə gəldilər, oturdular, nə yaxşı, kral olmaq. Stalinin xoşuna gəlmişdi, Şaumyan dedi. Və ermənilər əslində, ermənilər çox çalışdı bu Çarı yıxmağa. Nəyə görə? Siz bilirsiniz, 1880-ci illərdir, 1880-ci illərdir. Erməni terror təşkilatı Aleksandra qarşı, Nikolaya qarşı yəni təxribat törətmişdilər. Təxribat hazırlanmış. Kilsələrdə, məktəblərdə silah anbarı yaratmışdılar. O deməli krallar Nikolay Aleksandr bağlamışdı məktəbləri. 1917-yə, 1880-ci illər və 1910-cu onların erməni məktəbini, hayların bu kilsələrini bağlamışlar. Orada silah saxlayırdılar. Kralı istəyirdilər öldürsünlər. Bax, bu məqsədə bağlamışlar və onlar Gürcüstanda Qalitsin general gubernator var idi, onun başını kəsmişlər ermənilər, qəsdən. Bax, bu aşıranda bunlar ermənilər çox böyük rol oynayıblar. Nəyə görə ki, Ermənistan yaratsınlar. Belə də oldu. Osmanlı imperiyası köməyə güya gəlmişlər İrəvana, Bakıya. Amma halbuki o imperiya, Osmanlı imperiyasında, Türkiyə imperiyasında ermənilər var imiş, çoxlu. Erməni, ərəb var imiş, hər millətdən var imiş. Generallar, zabitlər ermənilər olur. O türklər deyir ki, Rus ordusunu Bakıya onlar yaratdı vəziyyəti ki, Ruslar daxil olsun Bakıya. İçində səndimə ermənilər imiş. O generallar, zabitlərin Türk ordusunda, yəni Türklərin ordusunda hər millət olur. Ermənilər də istifadə edir, orada zabitlər və generallar olur. Bax, onlar kömək eləyibdir, Rus ordusu daxil olub və Ermənistan, məqsəd var idi, Ermənistan yaratdılar. Elə də bu Şaumyandır, banditlər, deməli Stalin, Lenin, Mikoyandır. Bax, bunlar deməli gəldilər hakimiyyətə, kommunist bandit hakimiyyəti və SSR yarandı. Bizim elitanı hamısını məhv elədilər. Bizim də parlament Avropada nümunə imiş. Bizim hətta Topçubaşov nümunə imiş, nümunə göstərmişlər Fransada. Və bunun düşüncəsi, ideyaları. Azərbaycan parlamenti onda demək olar ki, Avropada o düşüncə yox imiş. Bunlar o qədər sağlam düşüncəli insanlar yığışmışdı ki, Azərbaycanın parlamentində, hakimiyyətində 1918-də. Ona görə də bunları məhv elədilər. Əgər bunlar olsaydılar hakimiyyətdə, biz Kanada, Finlandiya, Norvegiya, nə danışırsınız? Nə Danimarka, nə İngiltərə, Azərbaycan olacaqdı
dünyada nümunəvi ölkə Azərbaycan olacaqdı. Bilirsiniz, heç kəs bilmir. Biz bilirik, amma çox şey bilmirik. Hamı deyir, mən aliməm, akademiyam bilirəm. Siz bilirsiniz ki, ümumiyyətlə ingilislər də, fransuzlar da hətta deyirdilər ki, bu Azərbaycanlılar, bunların bu düşüncə, bunlar qadınlara o qədər deməli haqqı vermişdilər, yəni o qədər qadınlara deməli icazə vermişlər ki, bərabərlik olsun, yəni kişi ilə qadının bərabərliyi olsun, bir olsunlar. Yəni bu Avropada yox imiş, bilirsiniz. Mən qadınları iş qadında deyil. Ümumiyyətlə bizim xalq, mən yenə də deyirəm, o parlament yaşasaydı, o deməli müstəqil ölkə yaşasaydı, mən deyirəm sizə, bugün Azərbaycan lider nömrə 1 olacaqdı. Dünyada. Bax, onu qısqancılıqla, paxıllıqla məhv elədilər. Bu Rus bandit alçaqları, erməni alçaqları, nə bilim, ərəbi də odur, budur. Ərəbin o başlarına dəysin olan o qanun qaydası ki, bizə yeritdilər. Bax, onlar hamısı biz məhv elədilər. Tarixi götürdülər, farsa yazır, ərəbə yazır, erməniyə yazır. Bütün bizi məhv eləmişdilər. Yəni nəyə görə biz fars dili istifadə eləmişik? Burada nə var? İngilis, latın dilini, latın əlifbasını istifadə edir. Fransuzdur, almandır, hamısı latın. Biz də ərəb əlifbasını istifadə edirdik və onu istifadə edirlər. Bunlar ərəblər, yəqin, türk deyirlər. Yəni farsda. Farsda kimdir? O Makedonsiyan vaxtının farsı deyil, darsı deyil. Darin vaxtı deyil. Onları məhv eləmişlər. Bunlar adicə bir gəlmələrdirlər, İranda yaşayırmışlar. Bunlar da necə bir millət Azərbaycanın yazığı gəlmiş, bunlara qaldırılmış. Ya yazın, pozun, oxuyun, eləyin. Bunlar da bunların dilində, öz dillərində yazırlar. Məcbur qalıb türk də onların dilində danışıb ya oxuyurmuş. Bilirsiniz? O fars dilində niyə oxumuş? Onlar farsların dilini götürüb, o qaraçılar götürüb fars dilini, necə erməni, haylar, başqa dili götürüb, o öz dillərində deyil, başqa millətin adını götürüb, ermən, türk adıdır götürüb özünə. Yəni o fars, erməni həmin şeyi eləyiblər və o tarixi götürüb istifadə edib onlara yazılmışlar. Onların dilində yazır, özlərindən, bizimki inanıb, türk inanıb, Azərbaycan inanıb, yaz inanıb. O da öz dilində yazırmış və bütün dünya deyirmiş ki, yəqin bu türk tarixi deyil, ərəb, fars tarixi. Bax, belə olubdur. Yəni, bunu belə yazmaq lazımdır. Kitabda, alimlərimiz bilməm, yəqin başlayıblar yazmaq, bilmirəm, amma elə deyil, o internetə götürüb Rusun mətnlərini oxuyursunuz, nə bilim, keçmiş yazılan ki, yəqin düzdür. O elə deyil axı. Arxiv, bütün başqa düşmanlar başqa ada yazır. Bax, belə şeylər olubdur. Ona görə də o parlament, yenə də deyim, yaşasaydı o parlament. Yəni, Azərbaycan bugün hamı Azərbaycanla öyrənirdi. Hamı bizdən icazə alırdı. Hamı bizə deyirdi, necə yaşayaq, necə olaq. İndi də onsuz da bizimkilər göstərir. Yəni bizdən elə biz elə bu axır demək olar ki, 100 illiyi bizimkilər yenə də elə göstərirlər ki, bizdən öyrənmək lazımdır. Elə Avropada da düzdür, indi bizi sevmirlər, o deyənmərəm. Yəni paxıllıqdan bizim ölkəni dağıtdılar, paxıllıqdan. Məhv elədilər parlamentinin. Nəyə görə? Sağlam düşüncəli insanları məhv edirdilər ruslarla ermənilər. Ki, biz qabaqda olmayaq. Bax, belə, o biri millətlər indi durub deyir ki, siz kimsiz bizə deyirlər. Bax, belə məhv edirlər, ona görə hamı bilməlidir bunu. Çox, yəni, mən yenə də o abidənin qabağında mən də rus dilində istədim, deməli, danışam, biraz külək oldu.
külək imkan vermədi və bir də o çəkənlər tələsirlər, qaçırlar, hələ bir işimiz var. Yəni hamı Milli Məclisə tələsir. Elə bil ki, hamı nazirdir. Heç kəs 5 dəqiqə bunu tutub bir saxlamaq, bir çəksinlər burdan. Ona görə də o abidənin qabağında, o müstəqilliyin abidənin qabağında mən düzdür danışdım, biraz külək imkan vermədi, yaxşı olmadı. Nəysə, yenə də təbrik edirəm. Müstəqilliyimiz min illərlə yaşasın. Yaşasın Azərbaycan, yaşasın İsrail, Turan, Türkiyəmiz, yaşasın Ukrayna və hamıya qələbə. Bu müstəqillik hamıda, yəni bax bu ölkələrin adını ki çəkdim, bunların müstəqilliyi həmişə min illərlə yaşasın. Bunlar bizləndirlər. İsraildir, Turandır, Ukraynadır. Bu təşkilat bəlkə də dünyanın xilaskarı olacaq gələcəkdə. Dünyanın təhlükəsizliyini qoruyan bir təşkilat olacaq. Bax bu dövlətlər. Bax bu qədər.